Ey Allah'ın kulları, artıq Peyğəmbərimiz sallallahu aleyhi ve sellem Şaban ayında oruçlarını çoxaldardı. O dərəcədə oruçlara həris idi ki, hətta zövcələri elə zənn edərdilər ki, 2 ayı davamiyyətli olaraq tutduğu oruçlar Şaban və Ramazan ayında olardı. Hətta Ummu Sələmədən gələn hədisdə radiyallahu anhə deyir ki, Rasulullah sallallahu aleyhi ve sellem Ramazanı və Şabanı tam olaraq tutardı oruçlarında. Baxmayaraq ki, haqq olan odur ki, Ayşə namazdan gələn hədisdə radiyallahu anhə deyir ki, Rasulullah sallallahu aleyhi ve sellem Ramazandan sonra en çok oruç tuttuğu ay Şaban ayı olardı. Haqq olan da budur. Həmin ayda əməllər Allah subhanahu teala'ya tərəf kaldırılır. Usamədən radiyallahu anh'dan gələn hədisdə Usam ibn Zeyddən deyir ki, Rasulullah sallallahu aleyhi ve sellem Şaban ayında o dərəcədə oruç tutardı ki, heç vaxtı ondan başqa aylarda görməzdik ki, o dərəcə oruçdur Ramazandan sonra. Bu ayda soruşulanda ki, dedim ey Allah'ın Resulü, nə üçün bu ayda bu qədər oruç tutursan? Deyərdi ki, insanların bu ayda qəflətdə olan aydır. Rəcəblə Ramazan arasında qəflətdə olan aydır. Əməllər aləmlərin Rəbbi olan Allaha tərəf qalxır. Mən də istəyirəm ki, mənim əməlim oruçlu halda Allaha qalxsın. Ey Allahın qulları, Peyğəmbər sallallahu aleyhi ve sellem Şaban ayında insanların qəflətdə olduğunu bildirir. Şaban ayı, haram ay, Rəcəb olan haram ayla oruçlu ay olan Ramazan ayının arasına düşdüyü bütün insanlar bu ayda Şaban ayında qəflətdə olurlar. Bəzi elm əhli deyir ki, bu hədisdə dəlalət vardır ki, insanların qəflət vaxtında insan öz vaxtını ibadətlərlə təmir eləməsi Allaha daha sevimlidir. Yəni, insanlar qəflətdədirlər, sən isə özünü həsr edirsən ibadətə. Yəni, bu Allaha ən sevimli olan əməldir. Ey Allahın qulları, insanların qəflətdə olduğu vaxtı, insanlar öz vaxtını Allaha itayətlə təmir eləsələr, orada böyük çoxlu faydalar vardır. O faydalardan da biri əməlin gizli olmasıdır. Çünki insanlar qəflətdə olanda, sən ibadət edəndə heç kimsənə fikir vermir. Sənin əməlin gizli olur. Şək yoxdur ki, gizli olan nafilələr Allaha daha sevimlidir. Və onlardan da biri, xüsusən oruçdur ki, insan biri oruç tutanda başqası bilmir, bu oruçdur yoxsa yox. İnsan özü ilə Allah arasında bunu bilir. Otağa çəkilib su içsən, sən heç kim görəsi deyil, hətta oruc olduğunu bilsələr belə. Oruc qulla Allah arasında olan bir əməldir, ona görə də onun savabını Allah subhanahu teala özü qullarına verəcəkdir. Həmçinin bu ayda, qəflət ayında qəriblər olur. Qəriblər kimlərdir? Qəflət, insanların qəflətdə olduğu vaxtda Allaha ibadət edən kəslərdirlər. Allah subhanahu teala Allah subhanahu teala sahabələrinə müraciət edərək, Rasulullah sallallahu aleyhi ve sellem sahabələrinə müraciət edərək bildirmişdi ki, axır zamanda elə bir insanlar olacaqdır ki, onların əməlinin əcri sizin əcrinizdən 50 dəfə çox olacaqdır. Bunu Peyğəmbər sallallahu aleyhi ve sellem bildirir, deyir ki, sizdə xeyri etməkdə köməkçilər tapırsınız, onlar tapırlar. Yəni, sizlər bu əməli edəndə, sizinlə yanaşı kimlərsə bu əməli edir, sən təsəlli tapırsan ki, falan kəsdə oruçdur, falan kəsdə yaxşı əməllədir. Sən özünə təsəlli tapırsan, amma axır zamanda bu çox az olacaqdır. Bunların əcri sizin əcrinizdən 50 dəfə çox olacaqdır. Ey müsəlmanlar, bunun üçün də insanların qəflətdə olduğu vaxtı insan lazımdır ki, öz vaxtını Allaha itayətlə təmir eləsin. Bu mühüm olan şeylərdəndir. Qulun dünya həyatında həris olacağı mühüm olan şeylərdəndir. Xüsusən də Şaban ayında olan oruç. Həmçinin ey Allahın qulları, fitnələr yayıldıqda insanlar içində, insanlar qəflətə düşürlər Allaha ibadət eləməkdən. Bu halda müsəlmanın üzərinə vacib olan odur ki, oyaq olsun, ayılsın. İnsanlar fitnələr vaxtı həmişə qəflətə düşürlər. Yəni, oyaq şəkildə olsalar belə, onlar həqiqətdə isə yatırlar. Sən heç vaxtı qəflətə düşənlərdən olma və onlara tabi olma ki, xüsusən də fitnə zamanında. Peyğəmbər sallallahu aleyhi ve sellem demişdi ki, fitnə vaxtı olan ibadət mənə hicrət etmək kimidir. Yəni, fitnələr vaxtı olan ibadət mənə hicrət etmək kimidir. Yəni, o dərəcədə onun savabı vardır. Nəvvi rəhməhullah bölüm açır.
başlıq açır, bildirir ki, fitnələr vaxtında olan ibadətin fəziləti barəsində. Ey Allahın qulları, siz də özünüzü Allaha itaətlə, ibadətlə məşğul edin və bu fitnəyə düşən kəslərdən olmayın. Ey müsəlmanlar, əgər qulların halına, Allahın qullarının çoxunun halına baxası olsa, görərik ki, onların çoxu Allaha ibadətdən qəflətdədirlər. Həqiqətən Allaha xeyirlər mövsumunda lazımı kimi ibadət eləmirlər. İşlər qarışdığı vaxtı, fitnələr olan vaxtı hamısı qoşulur o fitnələrə, o fitnələrlə gedir. Allah Subhanahu taala öz peyğəmbəri olan Muhammed sallallahu əleyhi və səlləm demişdi ki: "Və inne kəsiran minən-nas an ayatina lağafilun." Həqiqətən insanların çoxu mənim ayətlərimdən qəflətdədirlər. Başqa yerdə Allah Subhanahu taala deyir ki, insanlara hesabları yaxınlaşıbdır. Onlar qəflət içində üz döndərlər. Yəni, insanların hesabı yaxınlaşıb, hər gələn şey yaxındır. Əgər sən bir şeyi gözləyirsənsə, o yaxındır. Hətta sənin hesabından o uzaq olsa belə, əgər gəlirsə də, o yaxındır. Əgər sənin hesabından sən 60 yaş, 70 yaş, 80 yaş yaşayacaqsan, 100 yaş yaşayacaqsan, ölüm sənə o yaşda gələcəkdirsə də, əgər bunu hesablayırsansa, o da yaxındır. Gözünü açacaqsan ki, gəlirsən. Bu şey deyişir. Ona görə insanların çoxu, ey Allahın qulları, onlara qəflət baş veribdir. Bunun üçün də qəflətə düşməməkdən ötəri, onlar qəflətdə olduqları üçün Allahla görüşməklərinə hazırlıq görmürlər. Belə olduğu vaxtı sən bu xeyirlərdən, bu Allah Subhanahu verdiyi bu xeyirlərdən faydalan gələn, istifadə edirlər. İnsanların çoxu yalnız Rəbbimin rəhm elədiyindən başqa, onlar ölümdən qəflətdədirlər, qəbir həyalından qəflətdədirlər, hesabdan, məhşərdən, cənnətdən, cəhənnəmdən, bu şeylərdən qəflətdədirlər. İnsanların çoxu elə. Subhanallah. Heç kim fikirləşmir ki, bu öləcək. Hamı bir dəqiqə fikirləşir ki, buradan çıxacaq, bizim falan işim var, falan işim var, falan işim var və bir 10 illik planları da qururlar. Heç kim fikirləşmir ki, ölə bilər. Hər dəqiqədə ölə bilər. Heç kim onu fikirləşmir. Həqiqətən hesabı heç kim fikirləşmir. Cənnətdir, cəhənnəmdir, heç kim fikirləşmir. İnsanlar bunu fikirləşəsi olsalar, onun üçün əməl edərlər. Əgər bu günləri sənin əməlinin naqis olması və bu əməlləri sən göstərməməyin nədir? Bu şeylərdən qəflətdə olmağındır. Ona görə belə bir söz vardır. Şair olaraq bu sözü deyir bir nəfər. Deyir ki, Allah'a and olsun ki, əgər insanlar bilsəydi nə üçün yaradılıblar, onlar qəflətə düşüb yatmazdılar. Nə üçün yaratdıqlarını dərk etsəydilər. Artıq onlar o gün üçün yaradılıblar ki, qəlblər gözləri onu görsəydi, həm axılını itirir və kədər içində olardı. İnsan qəlb gözündən o şeyləri gördükdə, hansı gün üçün yaradılıbdır, onun üçün kədər içində olardı. Məmətun thumma qabrun thumma haşrun. Ölümdür, sonra qəbirdir, sonra dirilişdir. Sonra isə nədir? İnsanın damlanması, təvbih şiddətli şəkildə. Niyə verilirsən? Nə edibsən? İnsan dirilir, gəl bura, öz başına əydin. Bu dünyada bıraxılmayıb insan öz başına. Peyğəmbərlər göndərilir, kitablar nazil olur. Elə bilmək öz başına bıraxılırsan. Yəni, bu etdiyin hər bir şeyin hesabı vardır. Soruşulacaqsan bu şeylərdən. Yevmil haşri qad amilət ricalun. Diriliş gün üçün, həşr günü üçün, hesab günü üçün insan dirilir, məhşərə gedir. Onun üçün kişilər vardır ki, onlar hazır əməl ediblər, namaz qılıblar, oruç tutublar o günün qorxusu üçün. Yəni, o gün üçün hazırlaşıblar. Və nəhnu in umirnə əv-nuhinə. Bizə əmr olunduqda və yaxud biz əmr olunduqda və yaxud da qadağa olunduqda ki, əhl-i kəhfi əyqazun niyəmin. Biz deyir, mağara əhli kimi zahirdə oyaqlıq, həqiqətdə yatmışıq. Subhanallah, bizə əmrlər gəlir, bizə qadağalar gəlir. Kəf əhli 309 il yatıb kəfdir. Girən olsa elə bilər də oyaqdır. Bu insanların da çoxunu görən olsa elə bilər də oyaqdır, həqiqətdə onlar yatıblar. Onlar qəflətdədirlər. Ona görə Allahın qulları qəflətinizdən ayırın, öz nəfsinizi o qəflətdən ayırın. Peşmançılıq günü gəlməmişdən öncə o gün sizə heç bir fayda verməyəcək. Ey Allahın qulları, Allahın kitabını oxuyun. Görəcək ki, Rəbbiniz, Kərim olan Rəbbiniz bizlərə öz kitabında nələri xəbər verir və qəflətdə olanı peşmançılıqları barəsində çox ayələrdə xəbər verir. Qəflətdə olan insan hətta İslam ümmətindən olsa belə ölüm vaxtı peşman olacaq. Hətta müsəlman olsa belə
Ölüm vaxtı peşman olur. Dedik ki Allah subhanahu teala onlar barəsində deyir ki, hatta izə cəə əhədihumul mevt. Hətta onlardan birine ölüm gəldikdə nə deyər? Qal Rabbirciun. Rabbim məni qaytar. Məni qaytar. Yəni bu hətta müsəlmandan söhbət gedir ha. Məni qaytar ki, ləalli əməlu salihan fīmə tərəb. O belki deyir, tərk elədiyim şeydə bir yaxşı əməl edir. Yəni hansı boşluqlar ki var idi, onları doldurup yaxşı əməl edim. Allah da kəllə. Allah da deyir, yoxdur. Kəllə. Kəllə yəni heç var. Yəni insan öldü, bağlandı, kitap bağlandı. Bir değer diriş vakti olacak. Ayetler hamı peşman olur öləndə. Başka ayet Allah deyir ki, وَاَنْفِقُوا مِمَّا رَزَقْنَاكُمْ مِنْ قَبْلِ اَنْ يَأْتِيَ أَحَدَكُمُ الْمَوْتِ. Size derden birine ölüm gelmemişten önce sizde verdiğimizden xəşləyin. Size verdiğimiz ruzudan xəşləyin. فَيَقُولُ رَبِّ لَوْلَا أَخَّرْتَنِي إِلَى أَجَلٍ قَرِيبٍ. Yani o gün gelir, o gün size gelecek diyeceğiz Rabbim bizi yakın bir vaxta qaytar ki. Yani qaytar, az bir vaxt olsa qaytar ki bizi. Yani bu əməl edin. Allah Subhanahu deyir, o kəslər deyəndə ki, bir qaytar, niye qaytarır? Allah'tan niye istəyir bunu? Bir sadaka verenlerden olun, salihlerden olun. Allah Teala deyir, وَلَنْ يُؤَخِّرُ اللّٰهُ نَفْسًا اِذَا جَاءَ أَجَلُهَا. Bir nəfsin əcəli gələrsə Allah onu gecikdirməz. Nəfs əcəl gəldi, artıq o gecikməz. وَاللّٰهُ خَبِيرٌ بِمَا تَعْمَلُونَ. Allah Teala sizin etdiklərinizdən xəbərdardır. Ey Allah'ın qulları, qəflətdə olan kəs qəbirdə də peşman olacaq. Öldüyü vaxtda peşman olur, qəbrində də peşman olur. İnsanlar qəbirindən çıxdığı vaxtda peşman olur. Subhanallah. Necə ki Allah Subhanahu onlar barəsində bildirir, deyir: "Ya veylənə, mən bə'asnənə min marqadina." Qəbirlərində diriləndir. O kafir olan kəsdir. Kim bizi yerimizdən oyatdı? Kim bizi yatağımızdan qaldırdı? Hədə mə va'ada Rahman və sədəqə məsələn. Bu deyir Rəhman vəd elədiydi, Rasulullah isə düz demişdir. Rasulullah yalanlayanlar kafirlər idilər. Bu şey gecikdir. Bu səbəbdən də Allahın qulları dünya həyatında sən qəflətdə olanlardan olma ki. Ey Allah'ın qulları, həmçinin də məhşər vaxtı insanlar 50 min il hesaba dəyərəcəklər. Məhşər Şam torpaqlarında olacaqdır. Qaziyə yaxın olan yerlərdə olacaqdır. Orada ağ bir yer var, orada insanlar o ərazidə toplanacaqlar. 50 min il sorğu-suala gözləyəcəkdir ki, bunlar üçün sorğu-sual olunsun. Həmin günkü kafirlərin gözləri bərəli şəkildə olacaqdır. Möminlər, əlhəmdülillah, kimlər ki 7 sinifə də daxildir xüsusən, Allah Taala'nın yaratdığı kölgə altında kölgələnəcəklər. Və möminlər üçün həmin 50 min il zöhrlə əsr arası kim olacaqdır? Əlhəmdülillah. Kafirlər isə 50 min il bizim saydığımız ilk il. Yəni biz 2026-cı ildəyik. Yəni 50 min il olur. Yəni onlar 50 min il gözləyəcəklər və gözləri bələlə şəkildə deyəcəklər: "Ya veylənə, vay olsun bizim halımıza. وَقَدْ كُنَّ فِي غَفْلَةٍ مِنْ هَذَا." Biz bundan qəflətdəyik. Bilmirdik biz bunu. Qəflətə düşmüşdük. Bəl kunna zalimin, əksinə zalimlardan. Yəni ki, gəlirdi, peyğəmbərləri öldürürdülər, inkar edirdilər, qəbullənirdilər. Ahireti inkar edirdilər. Həmçinin də səhifələrin paylanacağı vaxt. Səhifələrin paylanacağı vaxtda qəflətdə olan insan peşman olacaqdır. Allah Subhanahu onlar barəsində bildirir ki, kafirlər barəsində bildirəndə deyir ki: "Fətərəl mücrimîne müşfiqîne mimmâ fîh." Yəni kafirləri onlar nədə olduqlarını, hansı gündə, hansı halda olduqlarını gördükdə qorxu içində görəcəksən. Və deyəcəklər: "Vay bizim halımıza, bu nə kitabdır ki, nə böyləcə, nə böyük bir şey tərk edər, hamısını yazıbdır." Və vəcədu mə amilu hâdirâ. Etdikləri hər bir şey qarşılığında görür. Nə edirsən qarşılığında görürsən. Yaxşılığa yaxşılıq, pisliyə pislik. Və lə yazlimu rabbuka əhədə. Sənin Rəbbin bir kəsə də zulm etməz. Həmçinin insan cəhənnəmə daxil olduqda belə, qəflətdə olan insan cəhənnəmə daxil olduqda belə yenə peşman olacaqdır. Allah Subhanahu Allah barəsində deyir ki: "Vəllezîne keferû lehum nâru cəhənnəm." Kafir olanlar üçün cəhənnəm odu vardır. "Lâ yuqda aleyhim feyamutun." Yəni onlar üçün hökm veriləcəkdir və onlar orada ölməyəcəklər. Hökm düşüləcəklər orada. Ölüm yoxdur orada. Və lə yuxaffafu anhum min azabi. Yəni cəhənnəmin əzabı da onlar üçün yüngülləşməyəcəkdir. Nə ölüm var ki, ölsünlər, qutarsınlar, nə də ki, əzab yüngülləşməyəcək. Kəzəlikə nəczi kullə kəfur, belə hər bir kafir belə bir cəzalandırırıq.
Onlar orada çığıracaqlar, ey Rəbbimiz bizi buradan çıxartginən etmədiyimiz o salih əməl edək. Etmədiyimiz salih əməl edək. Onlar bunu nədən dedilər? Dünya həyatında qəflətdə olmuşdular o salih əməllərdən. Buna görə bu sözü deyirlər. Ey Allah, bunları qəflətdən ehtiyatlı olun, özünüzü xatırladın. Allah Subhanahu taala qəflətdə olanların peşmançılığı barəsində öz kitabında nə deyibdir, onu fikirləşin və bu kəslərdən dünya həyatında olmayın ki, axirətdə də peşman olan kəslərdən olmayasınız. Əgər siz nə üçün yaradıldığınızda qəflətdəsinizsə də, nə üçün yaradılırsınız? Allah'a ibadət etmək üçün. Bundan qəflətdəsinizsə, Allah'a itaat etməkdən qəflətdəsinizsə, xüsusən də fitnə zamanlarında, ey müsəlman, sən bu fitnə zamanında bu qəflətdən çıx, bu xeyir mövzunlarından istifadə edə gələn, artır gələn, qəflətdən qoru gələn, həqiqətən qəflət cəhənnəmə daxil olmağa səbəbdir. Allah qorusun hamımızı bu şeylərdə. Allah Subhanahu taala Quran-ı Kərimdə deyir ki: وَلَقَدْ ذَرَأْنَا لِجَهَنَّمَ كَثِيرًا مِنَ النَّاسِ كَثِيرًا مِنَ الْجِنِّ وَالْإِنسِ. Artıq cəhənnəm üçün insanlardan və cinlərdən çoxunu cəhənnəm üçün yaratdıq. Ləhum qulubun la yefqahuna biha. Onların qəlbləri var, amma onu başa düşmürlər. İnsanın başa düşmələri qəlbidir. Onların qəlbləri var, onlar ondan başa düşmürlər. Və ləhum a'yunun la yubsiruna biha. Onların gözləri var, görmürlər, yəni haqqı görmürlər. Onlara deyəndə ki, bir bax göyə, bir bax dənizə, nə deyirlər? Nə var ki, göydür, dənizdə. Hətta ondan belə ibrət ala bilmirlər. Amma mümin olan kəs, Allah Taala'nın yaratdığı göylərə baxanda, böyük əzəmətli məxluqatlara baxanda Allahın əzəmətini fikirləşir. Çünki bəsirət gözü azıqdır. Amma bəsirət gözü bağlı olan insan bu şeylərin içində fikirləşə bilmir. Onların gözləri var, haqqı görmürlər. Onların qulaqları var, onlar eşitmirlər, yəni haqqı eşitmirlər. Ulaika kal-en'am. Allah Teala işte onlar heyvanlar kimidirlər. Belhum adall. Əksinə onlar heyvandan da azgındılar. Ulaika humul gafilun. Onlar qəflətdə olanlar. Allah. Həmçinin Allah Subhanahu taala cəhənnəmə daxil olmağın qəflət səbəbini bəyan edərək bildirir ki, innellezine la yarjuna liqa'ana. O kəslər ki, bizimlə görüşü ümid eləmirdilər. Və radu bil hayati dünya. Dünya həyatına razıdılar. Razı olmuşdular. وَاطْمَأَنُّوا بِهَا sakinləşmişlər, dünya həyatına söykənmişdilər. وَالَّذِينَ هُمْ عَنْ آيَاتِنَا وَرَضُوا بِحَيَاةِ الدُّنْيَا وَاطْمَأَنُّوا بِهَا وَالَّذِينَ هُمْ عَنْ آيَاتِنَا غَافِلُونَ. O kəsləri Allah bizi vəsf edir. Onlar bizim ayələrimizdən qəflətdə olanlardılar. أُولَٰئِكَ مَأْوَاهُمُ النَّارُ بِمَا كَانُوا يَكْسِبُونَ. Yəni qazandıqlarına görə düşəcəkləri yer cəhənnəmdir onlar. Yəni dünya həyatı onları razı salır. Dünya həyatından razı olublar. Biraz mal iş verilibdir. Onlar razı olublar. Və Allahla görüşsə yoxdur deyir. Yox, nə axirət, nə var da buradadır. Allah'ın var bu dünyanın neyinə, bərbədəyinə və arxayınlaşırlar buna. Sən öz nəfsini hesaba çəkdin mi? Çəkdin öz nəfsini hesaba. Çəkirsən mi? Çəkdin. Öz nəfsini hesaba çəkdirən, gör sən oyaq olan kəslərdənsən mi? Yoxsa qəflətdə olan kəslərdənsənmi? Sən öz nəfsini hesaba çək. Öz nəfsinə denən ki, cəhənnəmdən qorxmursan, bir sualdır. Nəsə bir günahsa dilənməsində qorxmursan cəhənnəmdən. Və otur fikirləş ki, qorxmursan ki, sən cəmaatdan ayrı düşərsən, batarsan, gedərsən və cəhənnəmə daxil olma səbəblərini etdikdə cəhənnəmə düşərsən. Bir danış, öz nəfsindən oturanda bir vaxtın olanda bir danış. Dünyadan başına atılsa, bir vaxt belə danış ki. Və beləncə öz nəfsini hesaba çəkdirən və onu yönət Allaha ibadətə itaət et. Demək ki, necə sən Allaha ibadətə itaət et, bax, qəflətdəsən. Odur səni yaradan, səni ruzlandıran, sənin işlərini yoluna qoyan. Hesaba çək, danış, söhbət edək, gör sənə cavab verəcəkdir. Sakitdə duracaq, yenə bildiyini edəcək. Ona görə sən onu tərbiyələndirməlisən. O səni yenə pislik tərəflərəcək. O günahkar uşaqlar var, başını salıb, üzünü söndərsə, yenə bildiyini edir. Nəfs elə bir şeydir. Yəni o pislik edəcək. İnnən nəfsə ləmmərətun bisu. Nəfs həqiqətən insan pisliyə verir. Yalnız rəhm elədiyindən başqa. Nəfs üç qismdir, bilirsiniz də. Pisliyə verirdən, arxeyin nəfs və ləvvamə, bizim nəfslərimiz. Günah edilir, peşman oluruq, qayıdırıq. Günah edilir, peşman oluruq, qayıdırıq. Bu ləvvamə, özünü qınlayan nəfs. Amma sən o pis nəfs kimdir, pisliyə əmrəyən nəfs odur ki, axşam günah edir, səhər yenə fəxrindən danışır. Səhər edir, axşam onun fəxrindən danışır. Özün qınamır. Yaxşı, ona görə, ey Allahın qulları, özünüzü qəflətdən çıxardın, qorunun. Peyğəmbər s.ə.v o barədə demişdir ki,
Peygamber sallallahu Allah subhanahu teala demişti ki وَلَا تَكُنْ مِنَ الْغَافِلِينَ. Bunu peygamberine diyor sallallahu aleyhi ve sellem ki sen gaflette olanlardan olmayacak. Gör. Peygamber sallallahu gaflette olan idi. Yok biz gözü yatsa da geldi yatmıyor. Subhanallah. Ona bakmadan Allah subhanahu teala diyor ki gaflette olanlardan olmayacak. Buna deyirlər ki alimler yukarıdan aşağı bir tembihtir. Yani sana deyirəm peygamberə, sana deyirəm. Qoy onlar eşitsinlər. Qoy onlar gaflette olanlardan olmasınlar. Onun için de ey Allah'ın kulları Allah subhanahu teala öz kullarını çekindirmişti. Demişti ki وَاِذْ أَخَذَ رَبُّكَ مِنْ بَنِي آدَمَ مِنْ ظُهُورِهِمْ ذُرِّيَّتَهُمْ. Adem'in oğullarının belinden onun zürriyetini götürür ve onları özlerine şahit tutur. Hamız orada olmuş. Hamız Adem Aleyhisselam belinden zürriyeti götürür. Allah subhanahu teala orada her öz atasının belinde ve onları orada şahit tutur öz nefslerine. Elestu bi rabbikum, ben sizin Rabbiniz değilim mi? Deyirlər ki, onlar deyirlər, əlbəttə biz buna şahitlik edirik. Allah Teala deyir ki, qiyamət günü gəldikdə deyin ki, biz bundan qəflətdəyik. Yaxşı, bu misaq-ül galiz misaq deyirlər buna. Böyük misaq deyirlər buna. Buna görə qullar hesaba çəkiləcək. Allah Subhanahu taala bizləri buna şahit tutsa da belə bizlərə peyğəmbərlər göndərib, kitablar nazil edildi ki, bunu bizə xəbər versin. Biz bunu eşitdik, bildiksə də onda ona görə soru-sual olmaz. Yəni təkcə bundan kifayətlənməyib ki, Allah Subhanahu taala ki, siz necə ki bizlərdən belə anamızın bəhtində olanda bilmirik, xatırlamırıq, anamızdan süt əmdikdə onu xatırlamırıq. Bu da onun kimidir. Ta ki bizə kimsə onu xəbər vermir. Peyğəmbərlər də gəlib, kitablar da nazil olur və bu bir şey bizə xəbər verir. Bəli, biz də bunu onlar kimi hatırladığımız bizə və biz də bunu təsdiqləyirik. Həmçinin ey Allahın qulları, o kəslər hansı ki tövhid fitrəti üzərində yaranıblar, tövhid fitrəti üzərində yaranıblar, onların inkar eləməklərinə heç bir hüccətləri olmayacaqdır ki, biz bilmirdik, biz qəflətdəydik. Bax yenə ey müsəlmanlar, sən nə vaxt ayrılacaqsan qəflətdən? Sənin qabağında böyük hallar vardır. Sənin Rəbbinə qaytarılacaqsan. Yəni hamınız, sizlər hamınız Rəbbinə qaytarılacaqsınız. Allah Subhanahu taala kəslər barəsində deyir ki: "Ələm yə'ni lillezine amanu an taqşa'a qulubuhum li-zikrillah." İman gətirənlər üçün o vaxt gəlmədimi ki, onlar qəlbləri Allahın zikrindən qorxsun. Yəni o vaxt nə vaxt gələcək onlar üçün, nə vaxt qayılacaqlar? İman gətirənlərdən söhbət gedir hələ. Haqq Qurandan gələn, "Və nəzələ minəl haqq." Yəni haqqdan gələn, yəni Qurandan gələn onlara nazil olanı oxuyub nə vaxt ondan qorxacaqlar. Və la yakunu kellezine utul kitabe min qabl. Yəni bundan öncə kitab verilmişlər kimi olmayın. Yəni Yahudilər kimi Tövrat verilmişdi. Yahudilər düşdülər, əməl eləmədilər. Xristianlara İncil verilmişdi. Onlar onu əməl eləmədilər. Onlar kimi olmayın. Fətale aleyhimul əməd qasat qulubuhum. İlk peyğəmbərlik göndərilişi onlarda müddət uzun olduqda tez qəflətə düşərlər. Ən çox peyğəmbər Yahudilərə gəlir. Özü ardıcıl gəlibdir. Bir balaca məsafə verirlərdisə bu peyğəmbər o peyğəmbər arasında onlar qəflətə düşərdilər və qəlbləri daşlaşardı. O kəthirun minhum fasiqun, onlardan da çoxu fasiqlərdir, yəni Allah itaətindən çıxanlardılar. Yəni bu əzəmətli ayə, ey Allahın qulları, Allah Subhanahu taala möminlərə burada qınaq edir. Yəni sevən sevdiyinə qınaq edir. Yəni gözəl şəkildə ki, siz nə vaxt şey edəcəksiniz, nə vaxt ayrılacaqsınız. Ayə, belə olmuyor, belə olmuyor. Ayələr nazil edir və onlara ötə verir. Bilirsinizmi mutaabun kimdir? Yəni kimlərə ki, muatabun kimlərdir? Burada bunlar sahabelərdir. Allah Subhanahu sahabelərə deyir. Bu ayəni nazil edir, sahabelərə bildirir bunu. Allah Subhanahu taala qəlbləri daş olan kəslərə də həmçinin Allahın əzəmətinə sığınmayan kəslər, onlara rahatlaşmayan kəslərə orada şey deyir. İman zəifdir, iman zəifliyində insanda bu şey baş verir. Görürsən ki, insan uzaqlaşır Rəbbindən. Uzaqlaşır, iman o dərəcəyə getdikcə əməlləri tərk edir, iman zəifdir, o dərəcə satır ki, sonra gedir iman. Allah qorusun imanımızın getməsindən. İbn Abdullah bin Məsud deyir ki, bu ayə nazil olanda bizim İslamımız 4 il idi İslamdayıq deyir. Allah Subhanahu bizi qınayanda hələ 4 il idi. Biz nə qədər gözləməliyik? 10 il, 15 il, 20 il, 30 il.
Bizdə eləsi var 30 ildən də çox ibadət edir, 20 ildən çox ibadət edir. Bu 4 il sahabələr ibadət edirlər, bunlara baxanaq gəldi. Anlarsınız? Neyirsiniz? Nəyə baxırsınız? Hara baxırsınız? Özünüzlə məşğul olun, qəlbinizə baxın, daşlaşıraq qəlbiniz. Allah zikrinə nə baxın, boşalacaq qəlbiniz. Yəni bizlər də buna baxıb ibrət götürməliyik ki, o qəflətdə olan kəslərdən olmayaq. Bizlər hamımız Rəbbimizə qaytarılacaq, Rəbbimizə gedəcəyik. O zaman hamımız üçün gələcəkdir. Onun üçün də gücümüz çatdığı qədər qəflətdə olan kəslərdən olmamalıyıq. Ey Allah'ın qulları, Allah'tan qorxun, Rəbbinizin kəlamını tədəbbür edin, oxuyun. Allah subhanətə gəlsən burada müminlərə deyir ki, iman gətirənlərin qəlbləri Allahın zikrindən nə vaxt qorxacaq? Allahın zikrindən nə vaxt xuşlu olacaqdır? Quranı onlara nazil olub, onunla nə vaxt xuşlu olacaqdır? Və bildirik ki, onlar bu kitab əhlindən onlar kimi olmasınlar. Biz bu qullarını qəflətdən Allah subhanətələ çəkindiribdir. Və əmr edibdir ki, Allaha və Rasuluna cavab verilsin. Yəni, Allahın və Rasulunun çağırışına cavab verməyi əmr etmişdir Allah subhanətələ. Yaxşı, kimlər ki, Allahın zikrindən uzaq düşürlər? Onlara nə baş verir? Nəticə olaraq qəhqəli daşlaşır və Allah itaətdən çıxarlar. Bunlar fasiklərdir. Fasiklər kimləri deyirlər? Allaha itaətdən çıxan kəslərə fasik deyilir. Onun üçün də bizlərin üzərinə düşən peşmançılıq günü gəlməmişdən öncə Allah və Rasuluna cavab verməliyik. Necə ki, Allah subhanətələ öz kəlamında da bunu deyir ki, ey iman gətirənlər, Allaha və Rasula cavab verin. Sizi dirildəcək həyata çağırıldığı vaxt cavab verin. İman gətirənlərə Allah subhanətələ burada müraciət edir. Bilin ki, Allah qulla qəlbi arasını ayırar. Yəni, orada tərcümədə yəhul beynəl mərd və qalbi, yəni kişi ilə qəlbin arasına girir kimi lüğəti mənada gəlir. O mənada ki, yəni səhih olan budur ki, haqqı qəbul eləməkdə qulla qulun qəlbin arasında haqqı qəbul eləməkdən mane ola bilir. Yəni, qul qəflətdə olanda haqqı qəbul edə bilir. Sən bu şeydən qorxsun ki, Allah subhanətələ neyər? Sənin qəlbinlə sənin haqq arasını ayırar. Səninlə qəlbinin arasını o haqqı ayırar, qəbul edə bilmərsən. Və sizlər ona tərəf həşr olunacaqsınız. Yəni ki, qəlblərinizdən qalxıb və ona tərəf gedəcəksiniz. Həmçinin Allah subhanətələ nədən çəkindirir? وَاتَّقُوا فِتْنَةً لَا تُصِيبَنَّ الَّذِينَ ظَلَمُوا مِنكُمْ خَاصَّةً. Yəni, o fitnədən qorxun ki, gəldikdə siz ona xüsusiləşməyəcəksiniz ki, siz salihlərsiniz, sizə iş olmayacaq. Yox, o fitnədən qorxun ki, gələndə hamını aparır. Umumlu xüsusi hamını götürür, aparır. Və aləmu ənə Allah şədidül iqab. Bilin ki, Allah Taala'nın cəzası çox şiddətli cəza verəndir. Allah Taala'dan istəyirəm ki, bizləri qəflətdə olan kəslərdən etməsin, bizləri günahlarını bağışlasın, o bağışlayandır.